Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz arkadaşlar? Möhtəşəm bir günə start verdik. Nəyə görə möhtəşəm bir gün? Dünən sizə bugün Bakıda nələr eləyəcəyimizi əslində özet keçmişdim. Amma ilk hardan başlayırıq? İndi sizə deyirəm. Deməli, gələn ay mənim prensesim, sarı meymunum, balaca cırtdanım Əskuşanın ad günüdür. İyulun 16-sı. İyunun 7-sindən aydan alır. Bəli, Əsnad ad günlər, öz ad gününü həmişə 90 gün qalmışdan hesablayan bir uşaqdır da, belə deyim sizə. Doğum gününə çox dəyər verir, çox önəm verir. Mən də ona dəyər verdiyim üçün onun kimi tələsmişəm və gedirik bugün Əsnadın ad günü üçün paltar almağa. Çünki ömrümüze girib. Evet, şantaj ediyor. Evet, ata 10 gün qaldı, 20 gün qaldı. Dedim gəlsən cana, alay canımız dincəlsin. Mənim balamda rahat yatıb dura bilsin. Fikir deyil uşaq. Arıqlı günü ət azalır. Əvvəlcədən deyir, Astaliniyada keçirdəcəyik, don alacağıq, flash eləyəcəyik. Mən bayaq maşında verirsiniz, yemək almağa getmiş belə eləyirik. Ofuş, mənim ad günüm üçün nə alacağımı planlaşdırmışsan, yəni hazır eləmişsən, nə alacaqsan, deyirəm, hə, fikirləşmişəm. Hə, yaxşı eləmişsən. Nə alacaqsan, deyirəm ki, o sürprizdir. Heç baş hərfini də deyə bilməzsən, deyirəm ki, mı. Hə, arkadaşlar, kameranın yaddaşı doldu, ona görə yarımçıq kəsildi, pardon. Sıkışma bakma çünkü. Deyirəm ki, mı hərfi ilə. Ayağıma vurmayla qarın ağrıya düşmüşəm Allah'ım dur. Zeydə görə başa vura bilmirsən. Mayka. Vay, sən necə əsəbi oğlan olmuşsan. Maşın deyil. 10 yaşına girən uşağa necə maşın alınmaz? Oyuncaktı. Tam oyuncaq deyil, yox. Qobun sakitləşdirim. Evet arkadaşlar, maşından düşdük. Zeyd ağladığı üçün maşında çox bir çəkiliş eləyə bilmədim. Baş rolu da götürmüşəm. Evet. Doğum günü kızını. Gedirik paltar seçməyə görə biz orada nələr gözləyir. Getdik. Let's go. Deyinmək istəyirdi, çaşdım, söndürdüm kameranı. Həmişə belədir, mən danışmaq istəyirdim. Hazıraya girdim. Görsən. Bir qram sənə biz... Bu nədir? Biz hardan girirdik həmişə? Yadımdan çıxıb, yox. Hə. Gəlmişik keçən dəfəki yerə, Laçın Ticarət Mərkəzinə. Ben bulmadadır. Sənin donun, hə. Yox, sənin donun deyil o. Sənin donun oxşar dondur. Yox, aşkım. Hə, yuxarıdakini siz. Gəldi Minika Kitsə. Girin içəri görək. Yeni nələr gəlib. Ay Allah. İçəri girən kimi görün nə gözəl dondu bu. Şirin. Ama Zeyd'i Zeydin aynı kostümler var burada. Hani? O da yok. Bir şey diyeceğim. Həqiqətən Zeyd qız olsaydı var ha. Allah'ım olsun bundan 100%. Sen Zeyd'i kızdırak, indi ala ki kızdır. Kişi paltarlar qala sen Zeyd'i niye kız pal? Orada gül kimi kişi paltar olan paltarlar var. Çok hoşum geldi de bu donla. Ne yiyeyim axı? Çox qəşəngdir. Ay da nə cicibiricili donlar gəlib. Bir uşağın nəfsini tökmə. Çox qəşəng şeylər gəlib aşkım. Ay Snat bula bax. Gör nə qəşəng takımdır. Baxım. Aa, nə gözəl ətək. Çox qəşəng. Aşkım bir şey deyim, çox gözəl paltarlar gəlib ha. Ha, bu çok qəşəngdir. Bilmirəm, yayı özəl partladıblar. Ha James. Giyindirərlər. Çox qəşəngdir baba. Məncə çox qəşəngdir. Yenə də baxın. Gəlin gəzək, gəlin. Salam. Snat, neysə nə Snat. Mağazan turlayaq. Əslində elə burada dəyə şeyinin çıxart. Sənin qurban. Artıq dərəcədə xahiş edirəm. O əyndən elə burada bütün sürtüb balağı zadı püskündür. Maşında da hər şey. Bütün nə yemişik maşında almışsınız. Bunu rədd edin burada. Utandırma uşağımı. Burada çıxart. Aşkım balacadır da. Yol gələnə qədər batırıb da üstünü. Ağlama. Biz nə Aa, üçün gəlmişik bura? Paltar almaya. Sən nə fikir edirsən? baxım nədir o? Arkadaşlar, əsl gəl bir yerdə turlayaq. Gəl Bax, tur elə. gəl bir baxaq paltarlara. Bax belə ağ don var. Ağ ətək var, qara. Yox, heç gözüm. Yaxşın altındadır ətək. Həyatım, hələ turluyuruq. Aa, çəkilin siz, mərdim azarlar, çəkilin. Uşağım anı mənim. Turuluyor. Hala turuluyor. Bu da bura bax. Aşkım sen fıt Aşkım biz ad günü paltarı seçməyə gəlmişik uşaq üçün. Hayca. Göstər, nəsə bəyənmisənsə. Oha, Yoksa şey. gör nə qəşəng köynəkdir. Buna bax, ətəyi ilə bir yerdə. James ha? Çox tarz bir şeydir.
Ona bax üstünə. Ətəyinə bax Yukarıda əşi. da var Mew'su. Bax yuxarıda da düzdür Miu versiyası. Ters cevabına bak. Baxın. Əslində də özü tapır. Ay, ən da sevdiyim var. daşqaş. O, bu köynək çox qəşəngdir. Aslında çok qəşəng qalan. Ay da ilk dəfədir ki, bir mağazində eyni anda çox şey bəyənirəm. Şalvarlar da qəşəngdir. Polo. Bunlar moddadır. Nələr? Böylər geyinir qızlar. Hə, qaşlı şalvarı. Prosta Qaşlı roz ve ağla roz. Prosta əsi bunu bunu satabilir bu bir saat Bakıdan Astaraya gələnə kimi. Geceyin abi. Soram əsigə gəzək. Görək nələr tapırıq. Baxım, nə tapdın orada? Bu şalvar da çox qəşəngdir. Çox gözəl şeylər var. Əsi, sənin donuvun ağ rəngi də var orada, bax. Yox, eyni don yox. Bu səfər fərqli bir şey götürəcəyik Əsi üçün. Bir şey diye. Gətir göstər bacıya baxım. Keçən dəfə bu donda Əsin bu donda gözü qalmışdı arkadaşlar. Bəlkə bir dənə Maşallah yavaş açılıb tökülürsən. Niyə Rabiyə girin geyindiyi dondan nə fərqi var ki bunun? Bir dənə bantikləri yoxdur da qolunda. Bizden ne farkı var diyende Həyatım sizdə də qısa qol, ipli qol idi da. Öyrəyin nəsil oldu. Uşaqdır da o. Gəl, onu bir dənə geyin baxaq əynində necə qalır. Hə. Yo, o yekədir, əyninə yekə olmuşdu. Abdurrahmiye karnatın yiyor diyesin. Əsnatı döydürmək istəyirsiniz deyəsən. Əsi bir dənə o dona bax, o çox gözəl görünür. Arkadaşlar, Əsnat paltarını ləkələyib Bakıdan bura. Aşkım sən də bugün başrol sənsən ona görə. Şeydir, gəl bacı sən üçün gündəlikdən paltar götürsün. Ondan sonra veçerini baxaq. Gəl, o viş tezdə. Yəni bildiyim ən çox paltarlı uşaqlar. Fışmaya dedi ki paltarımı patlıram. Çok fışmaya bir tane de paltar alsın. Di Quran olsun. Oturdu yerde durdu. Oturdu yerde durdu. Zarafat eləyirlər. Mən sənə inanmam. Gəl getdik. Onlar səndən nə istəyirlər? Sən şərləyirlər dayanmadan. Nəyi bəyəndin? O ağdır ya aşkım. Sən açıq rəngi ləkələmirsən deyə şu an sənin paltar axtarırıq. Rabiyə gəl bu şalvarları görüb. Nə qəşəngdir bu. Məryəm bunu alsın məncə. Bilinməz yəni. Üstünü ləkələsə də bilinməz. Şalvarın modudur deyə bilərik. Bax Əsi, gör nələr var. Oradan da götürə bilərsən. Bu ətəkdən o qədər xoşum gəlir. Gəl gedək dədəvidəli eləyək. Sən üçün bunu götürürüm. Şəhriyat, biz seçdik. Yufka geyindirsən. Hə, Aşkım o yufka indirme. biz bəyəndik. O yufka ilə şəkil çəkilsə Qızımızın düşməyi problem deyil. Yox, sən düşmə gələn. Çünki bayaqdan düşüb, yəni biləsən. Hə, biz ətək geyinirik. Ben de. Biz ətək geyinirik köynəklə. Köynə götürəcək. Hə. Bir dənə qəs götürək. Yo, niyə ətək icazə vermirsən? Yo, niyə ətək icazə vermirsən? Ətək çünki Saçı yedir. o yıxıla. Aşkım yolda şifaza. Heç yıxılmırsan qəti sürətdə yəni. Mən bax gah onun tərəfindəyim, gah bunun tərəfindəyim İngilis bayrağı kimi. Köynə göstərir abiyə. Ağ köynək, ağ ləkələnəcək. Bir dənə qara köynə geyindirin ona. Onu başı qaraldır. Yaxşı, qaraldın. Bacıları seçsin onda. Nadir kimi geyinsin, qara geyinsin. Çox sadə deyil aşkım. Da götürürüksə biraz fış-fışılı götürək. Gözlə bir dənə, bir saniyə, beynim yandı. Bir dənə bu köynəklərə bax Əsnat, gör nə gözəldir. Ona bax. Əsi bunları bəyənirsən gör. Bu ikisi çox qəşəng gedər bir yerdə. Gəl belə geyin. Gəl bunu. Bunu götür. Ay sağ ol. Bir də bu şort ətək buydu da, hə? Bir də bu şort ətəyi, bu sənin razmerindir. Gəl. Bir dənə geyin, gəl baxaq. Sonra dayıcı ad günü paltarına keçək. Ad günün çatanda başlayacaqsan ağlamağa. Nə geyinim? Bugün mənim günümdür, nə geyinim? Get geyin. Mən seçdim. Bəyəndin? Minika Kids bizim üçün çay da təşkil edib. Çox sağ olun, təşəkkür edirik. Sen otur bitme ya. Niyə? Olmaz sen. Olmaz mənə? Yaxşı. Rabia Oturdum. Rabiyanı biz azdırmadıq. Rabiya azmağı dünəndən hazırdı. Arkadaşlar Əsnatın kabluku hələ buradadır, baxın. Və özü də bütün məclislərə geyinir bu arada. Necə? Əsas geyinib gətirib qoy bura. Yox, onun kablukundan da buradan almışıq.
Mənim minika kitsə nə qədər hədiyyə qoyublar. Cəmi cümlətənin birini bizə çatdırdılar. Qalanı Qalanlarını götürüblər. özlərinə götürüblər. Deyim biləsiniz, yenə nə qolbaq satıb bizə, nə mişqə satıb, bir dənə cəmi balaca kloku verdilər. Bir izləyicimiz hədiyyə qoyub bura. Xahiş edirəm gətirəndə hədiyyələri şeylə, zakrovka ilə bağlayın. Nömrə yazılır. Salam Ufuş, necəsən? Yaxşısınız, Zeyd necədir? Nə, Şəhriyar əmi ilə danışdım. Adım Duyğudur. Şəhriyar əmiyə dedim video çək, etmədi. Duyğu, mən qoydum 15 metrə. Nömrəmi yazdım. Video atarsız, sizi çox sevirəm. Biz də səni çox sevirik. Uşaqlar, o qədər adlar yazırsınız ki, al Şəhriramı öz adını hərdən biləm özü bilmir nədir. Ay, bir şey düşdü. Gözlə. Sticker Şey, düşdü. götür, əsnad olayı çıxar, Əsl. götür. Amma mənim üçün belə şey qoyub, zakolka qoyub Baxam, arkadaşlar. saçmada dağılacaq. Yaxşı, uşaqlarınkini özə verim, mən özümkünü açdım da sən məndən nə işin var? Şo, Elə ona lazım idi. əsnatın əynindəki necədir? Çək əsnatı. Bunlar koyasaya atarım. Hə, Nadir. O xanım əlində telefon olan xanım düşməsin. Ora Düşmür ki. çevirmə. Hə, yəni düşməsin. Düşmür, düşmür. Düzgülərdən zaten Qurban ehtiyat Allaha ol. bir dənə kamerası çatdı. Bütün qonşuda nə qədər telefon var mı gətir? Necədir Şəhriyar, qalsın bu paltarla, Şəhriyar? Qalsın bu paltarla. Hə, ayaqqabısına bax, ayaqqabısına. Görünsən o təzə. Sən iç yüzün çıxdı bu dəfələr, sən qurmam. Get temizləsən məni. Eybi yox, gəl getdi. Şam utandırma da. Ay da uşağa baxırsan, hər şeyin batırıb gəlib ki, bura qoy dəyişsinlər hər şeyi. Mən bilirəm, Biləm, sevgilim. zarafat edirəm. Mən bilirəm həyatım. Bilirəm, zarafat eləmə. Ad günü paltarı seçək. Gəl bura. Birinci bəyəndiyimiz budur, düzdür? Bunun hansı rəngi? Bax bu rəngi var. Sonra pəmbədən əlavə bax bej rəngi var. Bu rəng də əsnata bu arada çox yaraşır arkadaşlar. Sonra belə əsnata ən yaraşan rənglər deyirəm. Birinci qırmızı. Buradan ilk aldığımız paltarda qırmızı idi. İkinci bax bu rənglər çox yaraşır əsnata. Bilmirəm, zaqar rəngindədir dərisi. O biz gedirik plyajda nə bilim 10 saat günün altında qalırıq ki, bəlkə biraz qaralarıq. Cəmaatla müsəllər yedik. Harda diyor? Burada. Hardasan sən? Bax bu natural zaqarlı qızdır. Çox qəşəng yaraşır ona bu rənglər. Hansını istəyirsən? Pəmbə, yaşıl, bej. Üçü də qəşəng qalır. Pəmbə götürəcək. Pəmbə şey götür. Pəmbə. Bir dənə seçməyək, bir neçə dənə seçək, yoxla eyni anda. Bunları bura qoyuram. Mərdim bazarını verirəm, götürdüyüm yerə qoyuram. Bunun ən balaca razmeri budur. Bəli, ən kiçik çoxdur. Bu da çox Onun da qəşəngdir. pink rəngi var. Böyük qızlar. Rabia, sən Pakistansan? Pink rəngi var. Bax, Mavisi də var onun. şu. Bunu da deməli əsil üçün Ziyafət bir bunu paltarı. götürdük. Bir bunu götürdük. Əsil bunları tut. Demleyeceğim. Dənləyəcək yox, denəyəcək. Gəl Dəmdən baxaq. Başqa nə? Başqa nə? Əsnat minikdir, minik. Aslında desə 2 dənə ziyafət paltar götürək. Yox, yoxlayırıq. Hamısı Elə düşəydin sən. mən nətər dəliyim. Sən elə çəkəydin. Uşağım üçün baxıram. Bunun qarası da çox qəşəngdir. Ay da mən də uşaq olmaq istədim. Bax qarası da çox qəşəngdir. Çox parıldayır, əsə Yəni axırında. bildiyin fitur. Mitu nədir? Mitu. Mitu nədir? O nədir? Nə danışırsan? Nə demək istəyirsən onu dinlə. Mitu nədir? Mən də. Ha. Yəni ingiliscə olanı. Gəl biraz o tərəflərə. Şinyaqdan hamı yedim. Sən danışdın mı? Onun içində qırmızıdır, qırmızı. Bura bir paltarın başqa rəngləri də gəlib. Sonra bunlar əsnaf bunlar məncə balaca olar əsl üçün. Gəzin hələ ki. Sonra belə bir şey var, amma buna oxşar geyinib məncə. Bu da çox qəşəngdir. Prosta buna oxşar geyinib. Sonra bu da onun başqa rəngləridir. Bax əsl. Sən özün də bax. Burada belə cicili-micili, həm gündəlik, həm də harasa gedəndə geyinə biləcəyiniz tərzdə də donlar var, baxın. Bunlar da çox şirindir, qəşəngdirlər. Uzun qoldur, prosta biz qısa qol bir şeylər axtarırıq. Bu dəst də çox xoşuma gəldi, prosta əsnaf. O da çox gözəldir amma Bu həqiqətən çox solidni. çox qəşəng bir şeydir. Kimlər mənim fikrimdən razıdır? Çox solidni görünür həqiqətən. Sonra belə ağ donlar da var. Prosta bu cici çox abartı bir şey istəyir də, mən bilirəm onu. Məncə elə o iki götürdüyümüz ən gözəllərdir. Onlar da Əsli yaxşı, davay hə. denəməyə, hadi. Getdin.
Birinci elə o qaranı geyin. Geyin baxaq. Hə, geyin baxaq. Qızlar kömək eləyinƏsiyə. Şəhərləri Arkadaşlar, Əsnatın ilk paltarı. Məncə çox gözəldir əyni və oturuşu. Sadəcə məncə rəngi səni biraz boğdu. Elə düşünürəm. Get o biri rənglərdə bir dənə yoxla gəl. Axırda mən dediyim rəngə gələcək və adım kimi əminəm. Get pəmbəsini yoxla gəl. Deməli, keçdilər ikinci paltara. Görək ikinci necə qalacaq Əsnatın əynində. Sabırsızlıqla bekliyoruz. Razdivalkalıdırlar. Dostlar, bu ikinci rəng. Çəhrayı rəng. Bunu daraldacaqlar. Əgər bəyənsən, dərziləri var burada. 2 saniyə sənin üçün kip eləyəcəklər. Bu ikinci rəng. İndi get zəhmət olmasa bu da onu geyin. Bundan çok gəl bura, gəl Razdivalkaya. Qəşəng də, get Razdivalkaya. İzləyicilər, siz də köməkləyin. Aşkım, bunun beli açıqdır, beli. Adaya çox çönməyəsən, yaxşı. Bundan çox xoşum gəlib. Get gör necə qalacaq əylə. Böyük qalacaq. Böyük qalacaq. Milyon faiz. Bir dənə baxsın da, get bax bir dənə. Baxdırıram yenə də, amma deyirəm sən. Çox sağ ol baxdırdığın üçün. Bir saniye çıkarsa. Dərzi var da burada aşkım, dərzi var. Nəysə. Lan da balçası var da. Var balcası. Gözlə. Bırax məndə olmur. Ay qız ver razmerin soruşum. Ay qız bırak da. Bırak razmerin soruşum. Məryəm bırak razmerin soruşum da. Bir dənə bunun ən balacası budur. Şöp, geyin olmasa dərzi yığacaq da. Ne lazım olsa ben dersim var. Onu Şöp, 2 dəqiqəyə əyni bu eləyəcəklər sən. Sən geyin. Kapat, kapat. Uşaqlar, bu arada siz də boş qalmayın. Əsnatın sınadığı paltarlardan ən çox hansı yaraşısı rənglərdə yazın, xahiş edirəm. Hələ ki, indiyə kimi mən çəhrayı rəngdə olanı bəyənmişəm. Amma mən bir şey deyirəm, mənə inanmırlar. Zeydə kostyum geyindirək. Gözdə Zeydi saxla hələlik. Birinci uşağımla məşğulum. Zeydə kostyum olar ki. 3-6 aylıq geyinir. Nədir o? Götür də. O nədir? Aşkım olsaydı bu duruq. Hə. Ağıl tutur. Arkadaşlar, Yeni Şəhriyar, mən sən bir şey deyim. Zəlyan verirdim sən. Ay Şəhriyar, o pəmbə rəngini geyindi ya o donun. Özüm önüm bu iki rəng daha gözəl yaraşacaq Yox ona. aşkım. Vallahi daha O gözəl. əsmər qızdır. Əsmərə 5 daha yaraşmır. Yo. Xanım, SMM xanım da hə deyir. Hayır yok. Bir dənə bir dəqiqə, mən geyindirirəm. İzləyicilər, siz yazın. Çəhrayı yoxsa bejlə yaşıl. Bejlə yaşıl mənim seçimimdir. Çəhrayı Şəhriyarındır. Qoluma yapışdırın. Gel bakın düzgün bakın. Gəl bu tərəfə, xanım düşür. Gəl bu tərəfə. Baxsana. Keç ora. Bu arada Əsnat daha tündür. Ay neysən? Tut da. Neyiniz siz? Bilmirəm neyirəm. Bir dəqiqə gəl yarışma eləyək. Uduzan da cəza Sen alacaq. tərəfə keçin mən. Gəldim. Aşkım böyük ol, belə. Gəldim. Deməli, bejlə yaşılı geyindirəcəm Əsnata. Çəhrayı bej yoxsa yaşıl rənglərdə siz yazın. Bir dənə aparın bunlarda. Gəl aşkım. Baxın. Gəl aşkım. Geç belə. Gəl. Çox tərbiyəli. Baxım. Nə var axı orada? Ay Şədiyar, sən yaxşısan. Sən uşağın keçən kropla gəzdirdi. Keçən yerdə belə açıq kropla, bandana bükürdü, köynək bilirsən? əvəzi Kim geyinirdi. olmuşam? Sən indi gəldin dilə. Əl çək bizdən. Babaya kaldı. Aa, Yəni demək istəyir 4 yaş vardı, indi 9 yaş var demək. qaba Ay, keçən yapmadı, Əsnatın 4 aldı, yaşı. yapmadı. O qanatları da onun forması. Həyatım. Bəyənmədisə özü bilər. Yəni Elə açındı. salam, izləyici pauzası. İcazə verirlər. Qız köynəyimiz də, köynəyimiz də. Şəhriyar deyir ki, qız səndən hündürdür. Allah aşkına. Allah'ın da söndürdü. Ola bilməz and içmə. Bərəkədən da olsun hündürdü. Şapkanı çıxartsa bilinər. Hündürdü səndən. Ola bilməz aşkım. Allah hündür. Gücün qabağında qal. Deyil aşkım, köpəməzsən. Sən gücün qabağına çörəndə belə qaldır. Belə qaldı. Siz deyin də hündürdür. Yoxsa eyni boydayım. Ay yox. Çiyin olaraq da sizdən hündürdü amma. Gördün. Sən də baltalamağa yer tapırsan, rahat ol. Nadir bu neçə videoda atan döyür. Bizim SMM xanım başa bəlamız düşmür güzgüdən. Yo, görsənmir eşim. Bax düşsəz var, Heç silməyəcəm. nə silməyəcək. Şə, öpüm səni. Özünə yaxşı bax, gözəl qız. Görüşərik. Şə, Əsək, bacı səndən bir şey xahiş edirəm. Ha, Məryəmlə yaşıdsan. Məryəm elə dedi, mənim yaşıdlarım məndən hündürdür. Bax.
Oturma. Ondan vurar. Hele bir şey Lala, demem. kesin bu renklərdə geyinirlər. Sincə nə var? Ha, belə baxma olar. Hə, Niyə olmaz? gəl bax. Sürələ bunları bacı üçün gəl. Zühr eləyəcək. Qısqandı. Sağ Sağ ol, gözəl qız. Ay da heç inanmırdım heç görüm. Can, gör necə ürəkdən istəmirsən, qarşılaşdırdım. Ölərəm sən. Nə qədər sizin üçün ağlamışam siz görün. Ağlama, Allah səni saxlasın, gözəl qızım. Özünə yaxşı bax. Can, bəs var. Qurban olmalılar. Əsnatın paltarını seçmək bu qədər çəkdi. Yaxşı mən maşında qalmadım. Maşında Vallahi. qalsaydım gərək özüm öldürəydim. Kömək elə də. Hələ sən qalmışsan, Rabiyə qalmışsan, mən bilmirəm nə edəcəm. Məriş kömək elə də Asiya səncə. Geyinmək. Ta-ta-tam. Bir dənə səmimi deyin də xahiş edirəm. Hansı rəng? Yaşıl əyninə böyük oldu, yaşıl Valla olsun. mənim qızıma aldı yarışı, şaldı yarışı. Məncə də. Məncə bu. Məncə də Mən bu. düşdüm, Rabiyə. Süper. Ha, bu daha çox yaraşdı. Niyə? Nə oldu bəs yaraşmayacaqdı? Ayağındakı çapıqların rəngini itirdi də elə bir şey bu. Ondan... Uşağımın ayağında çapıq yoxdur bəs. Yox, elə çapıq yox. Yəni yıxıldı, cızıldı Hə, yerə. yaraları. Yaraları bağlandı. Məncə bu çox gözəldir əslən. Amma yenə də sənin ürəyindən, könlündən hansı keçirsə bilmirik. Quduzlaşmır gedir ya. Hazır ol cumacam üstüme. Bax aşkım, bacıya qulaq as. Neysən ömrüm? Bacıya qulaq as. Bax bu çox qəşəngdir. Amma istəsən Qara tərəf. ilə ağın sevdim. Bu. Bu ağ bunu deyirsən. Qara yoxsa bu sən seç. Ürəyindən keçəni. Sensin. Mən bunu çox bəyəndim. Sən özün bir dənə qıraqdan görsən var ya, çox bir dənə bax güzgüdə, gör nə gözəl görmürsən. Xanım kimi çox gözəlsən. Bəyəndim. Götürək bunu. Söz səndən hazır quzumu. Çak. Söz siz də fikirlərinizi yazın rəylərdə. Sizcə düzgün seçim elədiyəsən üçün yoxsa yox. Gedəv unutun bir dənə pencə Şöyle geri get uşağımın çevrəsindən aralaş. Dəyişir mənim. Gəsləy düşür. Dəyişməsin. Alayım mən. Çox çəkəcək bacı bir dənə. Buna bir dənə hələlik aqqaş verə bilərik. Ha ne vermir ki? Arkadaşlar keçən dəfə əsnad üçün yadımızda buradan bu kabloku götürmüşdük. Hansıydı? Budur. Budur. Bəli, bəli. Hə, buydu əksi dəqiq. Oydu bəli. Hə, bu necə yadımızda qaldı? Bunu götürmüşdük. Bu dəfə bu paltarı ilə ağ kablok kombinlədik. Kablokun çək. Nadir boşluğu Çəkəcəmmi çəksən. çəkməyinə? Qoşuğu çəkmirəm, o tərəfə tam dönə bilmirəm ona görə. Göstər. Bu kabloku seçdik. Ürəyincə oldu kombini. Şö, səndən vidalaşdıq. Sən TikTok çəkəcəm sənin üçün, onu gözlə yaxşı. Şö, əylə Mən tutan. 43 yayınlamı. Nə bura? Adamı başqa sənə boşlamamısan. Arkadaşlar yenə qırğındır iki bacı arasında. Gözlə bir dəqiqə, gözlə bir dəqiqə. Bu don Gözlə. üstündə dava Gözlə. yenə. Taş tat matas. Yo yo elə şey yoxdur. Bir dəqiqə gözlə. Gəl bura. Rabiyə gəldi, dedi ki mən bu donu istəyirəm. Düzdür, düz deyil. Məryəm də onu eşitdi, belə deyir, ata mən bu donu istəyirəm. Rabiyə də deyir ki, keçən dəfə də eyni geyindi. Düzdür, o keçən dəfə birinci o seçmişdi, sən ona paz oldun. İndi sən seçdin, o sənə paz oldu. Əslində ədalətli bölgü oldu. Amma birinci sən görürsən. Gəlsən bunu. biri ağ olsun, biri qara olsun. Bu qara olsun Rabiyə. Məryəm mavi olsun məncə. Rabia o biri don şeyde toyda da qara geyinir. Məncə onu qara geyindirmir. Yo, niye ki sen istəyin olmalıdır? Əzraildir. Səndən sən Allah çocuğu. uzaq eləsin. Şeytan ay. Elədir. Götür. Geyinin görək hansına yaxşı qalacaq. Mərik seç, pəmbə, mavi. Aa, pəmbiş çox Ata gözəldir. pəmbə o biri donda da pəmbə, toyda da pəmbə, burada da Onda pəmbə. mavi, mavi sənin Mavi. rəngindir məncə. Dəniz. Çox gözəl. Yaydadır özü. Dəniz mavisi. Çox Allah'ın olsun çok. Onu da zarafat eləmirsən? Aa, mavi rəng üstündə. Niyə zarafat mavi edirəm rəng şey? üstündə. Aşkım alsana suratıma heç çəkçici canım. Atanın üzü sən Sən cəhcəhçi qaranı yazdı. götür get dənə. Özüm onu cəhcəhçi yazdı. Çəkçici canım. Özüm özü cəhcəhçidir. Aa, qaradan iki cürdür. Bunun biraz qolları açıq qalır, ona görə geyinmirlər. Kimi? Bunun kimin ya nəyin? Nəyin? Ata Donun şəhriyə. Tükdürmə olur da mənim balam. Ağlatdırma İşləməsəm qol elə. hissəsindən. Aşağıdan hərlətmək olar. Bunları. Yox, niyə bağlatırsan? Əsas onlar o, elə çox açıq qalmır orada. Ata yox aşkım bundan. Bu modeli bəyəniblər. Mavi. Ha, ver. Bir dənə razmerləri verə bilərik. O qabığındakini de bilin, o qabığındakini de. Eyni şey. Yox, ayrı ayrı. Yox, eləyirsən öndəkini götürsən. Hadi, Öndəki olacaqdır. Buyur.
Məryəm boyu o qədər hündürdür ki, Özü kablokla geyinəcək, lap indir. Aşkım burada mənə ayağıma kabak yoxdur. mən Yox, bunlar nədir də? Olmur rəynimə. Rabiyə sən də qaranı götür. Murat dayının ayaqqabılarına götür. Rabiyə sən də qaranı götür, gedin sınayın, gəlin baxaq sizə. Saltanat Sən möhtəşəmsən. Çox gözəlsən. Cicili bici. Arkadaşlar, deməli Məryəmin ilk dənədiyi don belə oldu. Dön zəhmət olmasa. Bu bir. Rabi sən gəl. Bu da Rabiyyənin seçimi. İndi sadə formasında yoxlayacaqlar. Görək hansı daha gözəl qalır. İkinci seçdiyimiz model budur, baxın. İndi gedin bunları yoxlayın. Arkadaşlar ikinci denememiz bu donlardan oldu. Məriş fırlan bir dənə baxsınlar. Şəhriyar bunu çox bəyəndi. Məryəm də çox bəyəndi. Sadəcə deyir ki, biraz qolunun buraları açıq qaldı. Ona görə narahat oldum. Şəhriyar deyir, götür, tikdirərik, bunu düzəltdirərik bu hissələrdən. Şu, çip qalır. Məncə də çox gözəl qaldı bu onu. Nadir də çox bəyəndi. Hansı Vallahi. rəngini istəyirsən onu götür. Bu rəngi Məryəmə nəsə çox uydu elə bir. Saçları qaradı ona görə. Ola bilər. Rəngini fərqli istəyirsənsə fərqli də seçə bilərsən. Pəmbəsi var. Sonra bu rəng var Məryəm, çox gözəldir buranın. Pembe o birində almışam sana. Keçən səfər də pəmbə idi. Məncə Belə deyil, Cinderella paltarına oxşuyur Granonda. O yaxşıdır. Bu rəngi. Qara da var orada. Aşkım əynindəki çox gözəl. Tamam, şu. Seçirsən bunu. Tamam, o zaman Məryəmin seçimi budur. Hə. Tamam. Rabi sən də gəl baxsınlar izləyicilər. Bu da Rabişin ikinci dənəməsi. Arkadaşlar yorumlarda yazın. Birinci yoxladıkları paltar yoxsa bu yoxladıkları paltar. İndi saxla Mərişə birdən başqa bir şey göstərəcəm. Arkadaşlar görün Məryəm üçün nə gözəl köynək tapdım. Üstündə M hərfi. Bu şey oxşamır mənim qara sancaqlı köynəyimə. Necədir? Çox bəyəndim. Bəyəndin sən də. Məryəmin özünə də Mən də göstərdim. gözəldir. Rastivalkada o da bəyəndi. Götürək bunu Məryəm üçün. götürək. Məncə də qəşəngdir. Şöh, bunu ayıraq qıraq. Bunu kənara ayıra bilərik. Arkadaşlar, çox yaraşıqlı bir bizə baxsan YouTube'da. Yoxsa TikTok'da baxaram. Aa, indi bildim o qızlar deyəndə xəcalət çəkən izləyicilər kimlər? Gör nə yaraşıqlı oğlanlar baxırmış bizə. Mən ancaq qızlar, çox yaraşıqlı deyil. Gəl çəkin bizi. Çox xoşum gəldi bu uşaqdan. Allah saxlasın. Allah siniflərə saxlasın. Görüşərik. Çox yaraşıb bu arada. Allah qorusun. Görsün mənim izləyicilərimlə gözəldilər. Qız, oğlan, xanım, bəy fərqi yoxdur. Hamısı nur üzlü. Maşallah. Özüm kimləri yığmışam bir yerə. Ayağlı özbədir. Kompliment dedim burada. Kalbasa. Bunun 32 razmeri var. Əsatın kombini üçün arkadaşlar Minika'da belə bir ayaqqabı tapdıq. Bir dənə 33 olsun. Hə, sizə. Yoxlayaq görək necə qalır. Yox, Əsatın bir dənə dişi çıxmaq üzrədir arkadaşlar. Onu ipdən bəlkə də çəkib çıxardaq. Qoy özü düşsün məncə. Qorxuram ürəyi zadı gedər. Məryəm bizdə travma qoyub özü. Mən ipdən çəkib çıxartmaq istəyirəm onu kəssən. Yaxşı onu çəkib çıxardalım. Leonardo'dan koptu. Yaraşmadı bu paltar buna. Çox qəşəng qaldı. Çox qəşəng yaraşdı məncə də. Şu Məryəmlə Rabiyə üçün əlavə də 2 dənə köynək götürdük arkadaşlar. Məriş gətir göstərək də bir dənə onlar YouTube-da göstərdik. Məryəm üçün göstərdik. YouTube-da Məryəm üçün göstərdi ya. Hə, kloka qoyular evdə göstərərik. Rabiyə üçün də bir dənə ağ, burasında it olan köynək aldıq. Deyəsən tapılmadı Razmer. Tapıldı Razmer. Gəlir. Yoxla bax hətta. Arkadaşlar onun razmeri olmadı. Belə bir samba tapdıq. Əsnatın burası çox qəşəngdir. Düşür, zərli. Düşür. İndi onu yoxlayır. Oldu. Ayaq Tam emin değilim. sıxır. Onda çıxart onu. Sıxırsa deyə bunu geysin. Gəl bu basanoşkaya bax. Baxın belə bir basanoşka da var. Bir də buna da bax. Ay sağ ol. Şəhriyarın ağzı qızışıb orada buranın müdiriyyəti ilə arkadaşlar. Dayana bilmir. Dır. Məlumat ötürür. Necə də oldu? Düz qoy. Bu oldu. Bu gözəl görünmədi. Daha gözəl görünmədi. Basnoska daha yaxşıdır məncə də. Hə, olsun. Gəl. İşte onu çıxart, bacıya ver. Bir arkadaşlar bu donun gözəlliyinə bir dənə baxın da nə olar.
Çox gözəl. Bir də elə belə geyinə bilərsən baxın, amma böyük olar əslində. Əslində böyük olar, amma çox qəşəngdir həqiqətən. Gözəldir. Bunu bura kim gəlib alsa, çox xahiş edirəm, şəklini çəkib mənə atın. Yox, bu sinək hissəsi iki olacaq. Bunu kim alsa Minika Kids'ə nə olar? Instagramda, TikTokda ya da WhatsApp var bizdə. Orada şəklini mənə atsın da əynindəki mən aldım. Üzünüzə smiley qoysanız da olur. Görmək istəyirəm hansı qızıma getdi. Bu çox maraqlıdır mənə. Çünki çox gözəl dondu. Bax bura qoyuram bax. Bu donları gördünüz. Bax bunun arxasına qoyuram. Kim alsa mənə şəklini çəkib atsın ya da Instagramda paylaşıb məni etiketləyə də bilərsiniz. Alış mən sarı paltolarımı da koy. Sarı? Hansı sarı? Var. Onu paketə qoyublar. Uşaqlar aldıqlarımızı aldıq, seçimlərimizi elədik, bəyəndiklərimizi götürdük, ürəyincə oldu. Əsnatın ad gününün ilk mərhələsini atlatdıq arkadaşlar. Qazamız mübarək olsun. Məkan hazır, %90% Astalaniyada keçirdəcəyik. Geyimi hazır. Qaldı bir dənə hədiyyəsi. Bir də tortu da var. Yaxşı, tort çətin bir şey deyil. Dizaynını seçmək lazımdır. Banan olsun bir dənə. Baş üstə banan elətdirəcəm içində. Dizaynını necə istəyirsən? İçində altı da olsun. Al, tortun içində. Sen ne bir sanacaksan? Hə. Neyse diyorum sana. Nə üstündə nə olsun istəyirsən? Rəngi nə olsun istəyirsən? Rengi mavi. Doğrudan? O bir tort da mavi. Həqiqi yadımdan çıxıb. Biraz bənövşəyə yansımaları da var idi, səhv eləmirəmsə. Üstündə nə olsun? Böyle bəzə Hı. şir. Şir? Həqiqi deyirsən, aslan yəni. Topu. Oğlan topu. Mən sənə qəşəng Pinterestdən bir-iki dənə də əlavə tort göstərərəm. Bax gör hansını bəyənirsən. Pinterestimi də silmişəm tərslikdən. Deməli arkadaşlar, indi başqa bir yerə gedirik. Hər olduğu sürpriz olsun, amma sizin çox gözlədiyiniz bir yerdir. Gedək orada görərsiniz. Arkadaşlar, yay meyvələri gəlib artıq Bakı küçələrinə. Mənim üçün fərqi yoxdur. Mən qara tut xoşlayıram. İstəyirsənsə götür. Uşaqlar da alça istəyirdi. Alça da nə olar götür də. Tutla alça alırıq. Şu an çox mutluyum bu mənzərəni gördüyüm üçün. Burada bu belə alçalar, vişnələr, gilaslar, ərik var burada arkadaşlar. Yay gəlib, seviniyorum. Arkadaşlar alça ilə tutumuzu aldıq. Bu dəqiqə Əhmədlidəyik bildiyim qədərlə. Əgər səhv eləmirəmsə, bura Əhmədli olmalıdır. Dəhşətli dərəcədə çox qəşəng mağazinlər var. Dəhşətli dərəcədə çox qəşəng küçədə satılan tezgahlar var. İçində qəşəng meyvələr falan. Çoxdan da bura gəlmirdim. Çox xoşuma gəldi. Burada nə qəşəng alış-veriş eləmək olar. Maraqlı alış-veriş videosu çəkmək olar. Çox qəşəng qadın geyimləri, mağazaları var. Pastanelər falan var. Topukluların gözəlliyinə baxın da bilirəm. Mağazinlərin qabağından keçdikcə çox qəşəng topuklu ayaqqabılar, çantalar falan görmüşəm. Dəli oluram şu an. Dostlar, elə bir Türkiyədəyim. Buna bax, qarğıdalıya kimi satırlar. Midyəyə baxın. Orada yenə meyvə tezgahı var. İstəyirsiniz qarğıdalı. Mən istəmirəm, mən tut yiyəcəm. Qaydandalarıq. Yenə meyvə tezgahı küçənin ortasında. Əjdər meyvəsinə kimi satırlar. Şokdayım. Çox qəşəngdir axı mənzərə. Şəhriyar şaftalı alır arkadaşlar bu şaftalıdan. Alça, tut, şaftalı, qaydanda da qarğıdalı. Bunu şəriətlə seçirəm. O nə idi ki? Şaftalı. Tuttum səni Rabiyə yerə tum atan yerdə tuttum. Bir özünü bilməməzliyə də vurur. Ona cəmaatın tezgahın qabağını batırır. Ayıb olsun sənə. Belə niyə eləsən? Yaxşı sakit qaldım, yaxşı zarafat edirəm. Arkadaşlar şu an bir izləyicimizlə şəkil çəkdirik. Prosta əsnad kimi 100 qramlıq görsənmir. Baxın buradadır. Çəkin bizi. Uşaqlar deyəcəksiniz şeydir. Başqa ölkədən gəlmiş kimi özünü aparırsan. Amma Qurana and olsun. Bir ildən çoxdur mən bura gəlmirdim. Bura necə dəyişib, qəşəngləşib. O qədər xoşum gəlir belə çoxlu tükan, tezgah, meyvə, paltar, geyim, çanta, ayaqqabı, nə axtarsam var burada. Pul yığacam bir dəfə, gələcəm bura bir də səhərdən axşama kimi Əhmədlidə alış-veriş videosu çəkəcəm. Hansı mağazinlərə girməyimi məsləhət görürsünüz?
Qəşəng qadın paltarları, belə tarz kabluklar, tarz çantalar almam üçün haranı məsləhət görürsünüzsə yorumlarda yazın. Çox xoşum gəldi buradan. İndi gedirik əsas məqsədimizə çatdıq. Gəlin. Elə son dəfə də Əhmədliyə bura gəlmək üçün 1 ildən çoxdur. 1 ildən çoxdur da. Şəhər biz bura keçən yay gəlmişdik, yoxsa ondan əvvəlki yay? 2 il. 2 il bundan qabaq Əhmədliyə bunun üçün gəlmişdik. Gəlin. Görüm kimlər tanıyacaq. Onda biz YouTube çəkirdik, prosta bilmirəm çəkirdik yoxsa yox. Məryəm, heyecanlısan. Qusursan, neynisən? Heyecanlısan. Məryəm yeşil. Zarafat edirəm də. Rabiyə üçün gəlmişik. Heyecanlısan Rabiyənin muhteşəm dəyişimi üçün. Deməli, arkadaşlar, bu məni dolandırıb. Allahın cəzası. Mənə gəldi, dedi ki, Allah seni kahretmesin. Mənə gəldi, dedi ki, aşkım, məncə böyük qızam, mən bu üst dişimdəki diş var, ha, üst damağımdakı diş. Onu kompleks eləyirəm, güləndə ağzımı əlimlə örtürəm falan fistan. Mən də dedim ki, tamam Rabişim, sən kompleks eləmə, mən aparırım, mən yeməklə sustura bilməzsən, rüşvət qəbul olunmur. Hə, heç mənə vermirmişik, mən bədbəxt. Ver. Çıxart da bunu. Hə, mənə dedi ki, kompleks edim. Dedim, sənə mən qurban olaram. Kompleks eləmə, bacı səni aparar həkimə. Bu dolandırıcı breket taxdırmaq istəyirmiş. İndi gəlmişik həkimə. Hazır boş deyim. Oyunumu çəkeyim. Bilmirəm, gözlə. İndi gəlmişik həkimə. Öyrənmişik ki, ola bilsin breket yox, sadə dəmir taxılsın bunun dişinə. Olanmaz sadə dəmir. Deyir, breket taxılmışsa mən istəmirəm. Və Şəhriyarı bura... Allah'ım da son görüyor. Ben bir şey... Maşında demirdim həm breket üçün. Onu görüyor. Allah'ım da sezim. O boş dəmir taxanda da mən belə danışır. Ben de laf kompleks yerim. Boş dəmirin nə olduğunu bilmirəm, bunlardan eşitdim. Danışmaq istəmirəm. Nəysə, demədim və sən də breket üçün istəyirdim. Maşında elə demədim. Orası da elədi ama. Orası da elədi ama. Brandası ilə danışmaq istəmirəm. Bu məni dolandırıb və mən bunu buraya gətirmək üçün Şəhriyarın başına itin oyununu açmışam. Şəhriyar gəlmirdi birinci və 2 saat maşın saxlamağa yer axtarıb və indi dəmir taxılsa, breket taxılmasa və bu mızmızlansa Şəhriyar məni öldürəcək. Danışmaram mən bir də. Çox yemin ya. Onsuz belə bomba danışırdın. Dadına mən baxıram. Aa, tutun dadına baxırlar. Ya Allah. Nadir, bunun ağzını aç, mən də baxım da dadına, nə olar. Arkadaşlar, yayı valla bu meyve üçün gözləyirdim. Neysə Nadir. Ən sevdiyim meyvə ola bilər. Yalandan göpə basmayayım. Ən sevdiyim yay meyvəsi qarpızdır. Nə qurban? Ölürəm bu meyvədən ötürü, çox tatlıdır. Onları ki dənəliyib pesokla qarışdırıb. Çox qəşəngdir. Kimlər tut xoşlayır, çox gözəldir. Şöyle yemək sipariş verirəm sizin üçün. Niyə bunların saplaqlarını atsız ki kənara? Bu en kısmı ayıb durur. Töv atıram ağzıma. Sən də Mustafa neysən? Bax, belə, bax. Bax Şəhriyar. Neyim, sən Öyrən. görməmişsən mən neyim? Görməmiş nə olamı? Öyrən. Hadiyə də təşrif edin. Çox qəşəngdir. Ben tut heç boşlamıram. Xoşlamırsan? Mən çox xoşlayıram. Geri ağını da aldırardım, səni səhv elədim. Paltarı pişirəm qoy. Həcə? Hə. Yox, Yox, sən düşmüşsən. Özün çək. özüm çəkirəm. Hə, bir dənə bu pis yanı odur ki, barmaqları qaralır adamın. Bax. Sabah vaxt am köyünə gəlib gelib tut dərib yerdi. Həmişə də Orada onu ağacdan yeməyin ləzzəti ayrıdır özlə. Hörümçək ki başıma düşmədi o ağacdan, nə mənası qaldı. öz ən çox hörümçəyin olduğu ağaclardan biridir. Hə, ən çox böcək olan ağac tut ağacıdır. Çox böcək olur üstündə və yeyəndə də adamın başına düşür birbaşa. Valla. Pis bir şey oldu. Ay Şəhriyar, tutu yedim, toruyla bir yerdə sallandı ağzından yerə. Hörümçək. Hayır. Allah andasın, toru getdi ağzına, hörümçək düşdü yerə. Dedim danışmışdıq, gəlməsə yox olmaz. Ödüyor. Devam ki. Arkadaşlar geldik girdik olay yerine. Deməli
Doktor Xəyalə bizim çoxdankı həkimimizdir. Prosta neçə vaxtdır yolumuz düşmürdü. Sevinirdim ki, ay Allah, bu stol. Arkadaşlar, yenə kameranın yaddaşı doldu. Məni burada da biabır elədin də, sən nəyi bileyim. Deməli, Xəyalə xanımın yanına bildiyiniz kimi Rabiyanın böyük dəyişimi üçün gəlmişik. Doktor, bir dənə sizdən sual soruşum. Birinci bizi körpüdən keçirdin. Buna breket taxılacaq, yoxsa adi dəmir? İlk önce onu diyeyim ki bize rentgenler lazımdır. Hələlik maskanı çıxartsanız olar. Olar. Bize rentgenler lazımdır. Sefilometrik rentgen ve panoram rentgen. Biz onun esnasında eğer ki görsək orada bizə çənə darlığı varsa, o bizə göstəriş verirsə, biz o zaman çənə genişləndirici ERP deyilən aparatdan istifadə edəcəyik. O çənəni bir balaca genişləndirəcək, ondan sonra biz breketə keçəcəyik. Hə, yəni nəticə nə olur olsun breket. Nəticə nə olur olsun breket. Hə, nə olur olsun breketə gedib çıxsan, narahat olma. Sənə yekəldərində taxanda da danışacaqsan. Çənə yekəldəni bəyəm taxıb gəzməlidir bir neçə gün. Ağızdan çıxmır, əgər ki taxılarsa. Və o sənin nitqinə uzaq başı 3 gün, 1 həftən təsir edə bilər. Ondan sonra sanki ağzında ömrü boyu varmış kimi necə indi danışırsan, elə danışacaqsan. Onda başlayaq. Nə edirik? Necə başlayırıq? Bunu uzadırıq ora, yoxsa? Götürürük, Aha. sonra Rabiyə gedir, rentgen çəkdirir və bizə gətirir. Sivsiyon. Tamam. Buyur, keç. Niyə elə baxsın? Nəyə baxaq? Ataya baxaq. Sən də söhbət burada. Rabiyə, bir də belə tərəfindən bax. O aparat taxılsa ağzıva, heç kəs səni də məcbur eləməyəcək ki, çəkilişə qoşul. Deyəcəksən, mən danışa bilmirəm. Mən rahat buraxın. Rabiyə. Belə danışma. Hə, çox güzel danışacaqsan. Elə danışma, belə danışma. Doktor açqı gözündə qalmalı yoxsa Aç gün istədiyi zaman. Sən sevirsən aç günü? Çox istəyirəm. Açqısız qala bilir ki. Sən pasan üçün taxırsan? Bəli. boşu yəni? Görüntü üçün taxır. Mən İndi çənə ölçüsü götürürük. 4. Baxar, açın. Açın, çəkim onu alsın. Yuxarı 4, aşağı 3. Bu nə deməkdir, doktor? Bizə şad xəbər verin, birbaşa breket. Yox, sadəcə ölçü götürürəm. Hələ heç bir nə şad xəbər var, nə Doğrudan. O rentgendən sonra bilinəcək. Hə. Yuxarı 4. Dua ilə istədiyin kimi çıxsın Rabiyə. Üstünüz necə saat çəkəcək? Hə, proses neçə saat çəkir? Breket düzü. Biz hər şeyi mərcləşib gəlmişik bura. Breket düzü müdürsə, təxmini 1 saat, yarım 2 saat. Gördün? Əgər ki, çənə Amma genişlər, mən şərt eləməyim. aşağı 3. Bizə deyir ki, nə 1 saatə deyir, 4-5 saata qutarsa yaxşı şeydir hələ, belə eləyir. Bir dəqiqə, bu anı qaçırda bilmərəm mən. Düşdü nə əlimə? Sən üçün breket taxdırıram, özünü yığışdır. Breket yaman modda deyil. Xoşuna gəlir. Uşaqlar, Mən xoşuna ölürlər. gəldi dedim. Onun üstdəki diş narahat eləmirdi ki. Onu breket. Yəni eləsə də 30% narahat eləyirdi. Sən də, sən gözlə biraz, sənin vaxtı və hələ var. Məryəm, sənin dişlərinə baxım, gül. Səndə normaldır. Mən özümkünə baxım. Məncə məndə də bir problem yoxdur. Tut içində də. Yaşın çatanda sənin üçün də eləyərik. O dişlər normal. Dişlərin Gedirik sümüklərimə baxmağa, diş sümüklərimə. Allah'ım ne olur beklesin. İnşallah. Amma mən sənin ağzına, mən sən niyə sincab xamyaq deyirəm? Çünki ağzın balacadır, gözlərin düyməyə oxşuyur. Məncə birinci aparat olacaq. Sen de koy. Rəbiyə, ağzını açsan da eşən. Mən sənə dişləri qurulayacaq, sonra yummayacaq. Açıq saxla. Dişlərimi quruluyurlar, təzədən tüpürcəkləmə. Aha, çox sağ olun. Loru dilində. Loru dilində deyirəm. Açıq, açıq. Qal belə kapak fotoğrafına qoyacağım səni. Nə düşdün əlimə, Ay Allah, Məxmirə çox xoşbəxtəm. Düşüb əlimə burada ağzı açıq qal. Mənə bax, sən əlvi ağzıva tutub gülməyəsən deyə sən buraya gətirmişəm. Çək əlvi ağzından. Az birazdan açacaqsan. Ha o yana, ha bu yana əlimdə sənə xeyri yoxdur.
Nə? O nədir? Rabiyə, çöndər bir dənə onu bir də. Çöndər, yox, arxası üstə. Dız, dız, dız. Ona işığı dayanmır. Dız, izləyicilər deyə. Dız. Tüpürcə eləmə. Niyə tüpürcə elədin, Rabiyə? Doktor. Açır, aç. Rabiyə, niyə yumursan axarsı sən? Ailə. Mən sənə deməyəcəm. Aç, ağzını aç. Aça bilir ki, balacadır. İş yox. Burunla nəfəs al Rabiyə, yaxşı. Əlimizi aşağı salırıq. Rabiyə, burnun təmizdir. Nəfəs ala bilsin. Açlığı içində yiyəcəm. Kanserli burayı çox. Zeydin üstünə vurur deyə ona görə söndürdülər. İstəyirsən, biz tərəfə vur, zeyt olsun. Ha. Nətərdir vəziyyət, Rabiyə? Sən bir özünü kənardan görsən, valla fəxr eləyərsən, deyil. Doktor, buna heç birimiz bu vəziyyətə sala bilməmişik bu günə kimi, sizə halaldır. Buna neçə yaşında breket eləmək olur? Baxın, məsələdim, gözəlim. Gəl baxsın, Gülümsə baxın. gülümsə. Mən çox al tezdə hələ. Tezdir, hə? Bütün dişlərim gəlir, ha, əsnaz. Doktor bəyəndi dişləri, görsən. Gedə dişlərim var. Ən gözəl dişim Məryəmdə. Arkadaşlar, xəyali doktor mənim süd dişim idi də, səhv eləmirəmsə. Mən tək-tük adamlardan biri idim ki, 22 yaşında gəlmişdim burada süd dişi çıxartdırmağa. Təsəvvür eləyin, 23 ildir mənim bir dənə süd dişim hələ qalmışdı və neçə dəfə həkimə getmişdim, heç kəs görmürdü onu. Doktor gördü, çıxartdı, sağ olsun. O düzdür, konsert verirdim burada, başlarını için oyunu açmışım. Allah məni heç vaxt bu kresloya otuzdurmasın. Ay Allah. Onun dərdindən nə zirkon, nə... İndi bax, o Rabişin ağzından şey çıxanda dişlərlə bir yerdə çıxacaq. Dəli eləmə onu. Dişində nə idi? Çirk var. Alnı deyir. Hə, indi gilas qabığı, tut qabığı, alça qabığı, vay səni biabır olasan. Tutarsın inşallah. Ondan sonra icazə verilməyəcək, projektdən sonra sənə. Breketdən sonra nə yeyə bilməyəcək doktor? Tuş, heç nə. Asoba alçaq. Oyda. Tez eləyək, tez taxaq. İçkilər. Qazlı içkilər olmaz. Oxuşuyor, bizim qohumlar o içindən istəyir. Ay qız, sən həkimin deyir olmaz. Sən həkimin deyir olmaz. Sən öz başınasan, ha? Qazı içəcək, qazı yərək. Düşdəlim mən. Düşdü. Qazı içsən olacaq, dişlər qoxur. Qazı yərək. Doktor, sonra nə olmaz? Alça, turş, qazlı, Sərt qidalar. sərt qida. Chips olmaz, hə? Qəti şəkildə. Onlar deyil də yaşayır. KitKat olmaz, hə? Yox. Oyda! Bilirsən nə yeyərsən? Əksəkən maşından keçirdir şey yeyərsən. Mən sən... Afuş mən qısır yiyir axı hər şeyi. Doktor, buna nə cavab verir? Bilirsiniz nədir? Hamısını kiçik hissələrə bölüb arxa dişlərində yeyə bilərsən. Durum ağzına belə dişliyib yeyib, heç nə olmaz. Oyda, deməli, nə vaxt... Yamanlara kimi də Yox, gözdə, bayaq alça almışıq. Bu nətər surətlə yedisə, özü yarısını da doldurmuşdu cibinə, görməmiş. Bu birlər bilmirdilər necə özlərini çatdırsınlar ki, Rabiyədən geriyə alça qalsın. Day canınız qutardı Məryəm. Day qaça-qaç nə? Mən yazım gəldi, canım qutardı, yox. Mən də. Day qaça-qaç nə yemək yeməyəsən. Sizin yer. Gizlin yer, hə, eləyər o, inanmam. Fədakarlıq elə, sən də onunla bir yerdə yemə. Sağlıqlı bəslənməyə keçin də. Nə oldu ya, üzümü döndərdin, getdin fədakarlıq deyəndə. Bacıva görə yemə də. Xəyala xanımın oğlan salam göndər. Adı nədir? Cahidə, buradan çoxlu salamlar. Gələn dəfə gələndə mamaya deyəcəm. Gələn dəfə biz gələndə onu da gətirəsiz. Gətirərəm. Çox sizi görmək istəyirəm. Çək özü bir TikToka. Hələlik dayandırıram. Ağlar, pişiyə baxın. Görün necə qeyri-adidir. Oha. Hara götürürük aşkım sən də ki. Bunu necə aparacağıq rayona? Nə gözəldir maşallah. Getdik gəl.
Deməli, diş həkimindən çıxdıq. Getdik Rabişin dişləri üçün Şəhriyar rengini çəkdirdilər. Elədilər. Mən Zeydə yemək verdiyim üçün düşmədim. Əslində yatmışdı maşında. Məriş də bizlə qaldı. Necə? Hər şey biləcək. Yox, hələ dişində breket yoxdur ki, prosta rengin çəkilib. Gözdə Zeyd yenə konsert verir. Bir dənə Rabişin dişlərinin rengini daldan verin baxaq da arkadaşlar. Rabişin kafatasını görməyə hazırsınız. Kemiklərini. Bəli. Bir. Arkadaşlar, tanış olun. Rabiye'nin Rabiye beynin hanı? Gəyirdi bir nəfər. Rabiye'nin beyni yokmuş arkadaşlar. Rengində çıxmadı. Bir dənə bunun kafatasına baxın da, xahiş edirəm sizdən. Baxın, bu sizin Rabiyevizdeyiz. Bu arada zərfət edirəm, beyin rengində görünmür arkadaşlar. Gəl bunu. Bu da dişləridir. İndi bu nəticələri həkiminə atacağıq. Həkimi qərar verəcək ki, Rabiye'nin istəyi olan breket mi taxılır, yoxsa dəmir mi taxılır, aparat mı taxılır? Çənəsinin ölçüsü böyüdülüb, sonra mı breket taxılır? Ona həkim qərar verəcək. Biz isə gedirik növbəti məkanımıza. Haydi, let's go. Arkadaşlar, gəldik Metro Parka. Yoğun bir günün ardından hamımız acından ölürük. Gün keçdi ya arkadaşım. Həqiqətən yorucu bir gün idi. Bu arada siparişlərim gəlib. Hal-hazırda Cafe of City'də məni gözləyirlər. Özüm üçün çox qəşəng parfüm sipariş eləmişəm. Bilmirəm, burada açım yoxsa Instagramda açım, ona qərarsız qalmışam ama. Qalxaq yuxarı. Sizi biabır eləyim burada. Mərtəbələr arası eşidilsin səsiniz. Eşidilsin deyəndə ki, fövqəladə verəcək, qışqırsa eşidəcəklər. Yox, eləmə, bu kamera burada çəkir. Yar aman yar, bu lift mənə dar, ürəyim sıxılar, məni buradan çıxar. Getdi, bas getdi. Uşaq qorxdu. Necə anasın? Aşkım, uşaq bayaqdan ağlayır da, niyə yalandan danışırsan? O sakit edirsən. Çox yalan danışırsan, çox yalan danışırsan. Ağlamırdı bayaqdan, ha? Əlim üzümdə qaldı, ağlamırdı bayaqdan. Ay, nə qədər adamlar sizi. Sonra partlayır. Bəlkə Zeydi göstərəyi də bu videoda Şəhriyar. Hə? Bax, Əsnad qoymur. Mən istəyirəm göstərim, Əsnad başlayır qışqırmağa. İzlə, özü deyir, yox. Mən neynədim yazıq canım? Beynimə çox belə ürəkli fikir gəlib. İstəyirəm bu videoda Zeydi sizə göstərim. Bu arada sifarişlərim gəldi, qızlar. Yeni ətirlərim gəldi. Və bu arada Zeyd üçün də hədiyyə gəlib. Bilmirəm içində nə var. İstəyirəm bunu bir yerdə açaq. Əsi ağlayır. Zeydin üzünü göstərəcək deyə Əsnad ağlayır. Niyə aşkım? Var saat neçə içmişdi? Niyə həyatım? Dinəm, gəl bura bir dənə, gəl bura. Şəkil çəkməyi qoymuyor. Səbəbim bir dənə, gəl bura, gəl bacın yanına. Maraqlıdır, həqiqətən səbəb. Gəl bir dənə, gəl həyatım. Niyə istəmirsən? Bir dənə bacıya dinən. Dinən bir dənə. Sən mənim canım deyirəm, dinən. Sən mənim canım bilsən də nə demək? Yəni, mənim canımı çox istəyirsənsə dinən. Dinən bir dənə. Bacıya dinən. İstəməsən silərəm burasını, dinən. Salam mənimə. Hə? Baş üstə. Sabah Qardaşımdır. Qardaş, Rabiyə də bacındır. Əsad sabah monitoringindir. Hə. Rabiyə də bacındır, Məriş də bacındır. Onlar videoda olurlar da. Bu balacadır deyə qorxsan, nəsə olar deyə qorxsan. Nəsə olar deyə qorxsan. Ölərəm sən Bu üçün. mütləq getməli, oxur. Bu mütləq getməli, onca tez sifarişlərinizi verin. Tamam. Əzbəkisi şeydə özləyir. Tamam. Barda. Zeydə bir şey olar deyə qorxur. Yalancıya qısqanır. Birinci gözün görsə də bilər. Deyir o balacadır, deyir qorxuram ona bir şey olar deyə. Qardaşımdır deyir. Çocuk bize deyir ki ben kıskanmam. Aşkın ataya deyəcəm o kuşu. Mən xoşum gəlmir belə şeydən. Hansına inanmıram mən bunların? Sizə heç inanmağım gəlmir. Quranan dostuna inan. Deyim ki qısqanmam. Zeydi qısqanır, yoxsa başa düşə bilmirəm. Aşkım sən niyə qısqansan? Sən gündə onda qısqansan videoda.
Nə üçün qısqanır? Yaxşı. Aşık olanlar. Aşıq olanlar, aşkım Yalan değil. İncidən sivil boyda diye bu. Ama hoşum gelmedi kardeşimizi görsün. Onda itirmək qorxusu var arkadaşlar. Mən o qədər dedim gözləyir. Elə bilir göstərsəm bir şey olacaq ona görə. Bir şey olmayacaq aşkım, söz verirəm. Gəl başlayaq bir. Yaxşı, tamam. Göstərmə. Güzel göstermeyin. Yo, göstərmə. Samet'te onu Gel orada qaqaşa gələn hədiyyəni açaq. Hədiyyə gəlir. Ya Allah. Adam kim atsın? Şeydir, bu sifarişləri gətirən xanım məni sevindirdi. Həm əslində qoymadı deməyə. Gözə sürpriz olsun. Həm qoymadı deməyə. Zeyd üçün hədiyyəni o alıb, parfüm story. Həm də ki, dedi ki, siz girdiniz içəri, elə bildim Rabia'dır, deyir, sizi axtarıram bayaqdan, sən demə, sən oturubsan orada. Mutlu oldum. Beni çocuğa benzetmişler. Ay Allah. Plaja gedəcək. Arkadaşlar, bir dənə belə papaq, 3 dənə də belə body alıb. Çox təşəkkür edirəm həqiqətən, çünki body şu an ən ehtiyacımız olan şeydir, yəni su kimi axır gedir, yəni birin geyinir, 10 dəqiqədən sonra dəyişirik o birin geyinir. beraber. Çox qəşəngdir. Ən çox bu sarılığını bəyəndim. Sən hansını bəyəndin? Üçün də buradan təşəkkür edirik Parfüm Story-yə. Parfüm nədir? Parfüm Story-yə. Hərçənd ki tapşırmışdı bəlkə ki deməyin ki mən almışam hədiyyəni, amma deməsəm keçə bilməzdim. Mən birisi yalandan söz verib sonra söhbət Ben çetim sevdiğimi bilirim. Gəl. Allah. Parfümləri də TikTokda açacağam. Burada açmağa ürəyim gəlmir, amma nə aldığımı ya da TikTokda açaram elə bir dəfəli. İndi sifarişləri verək, şəhərlərin hövsələsi daralır. Sifariş verdin tez elə 3 2 1 uduzdun. Nə sifariş verdin? 3 2 1 uduzdun. Nə sifariş verdin? 3 2 1 Nə bilmirsən? Nə zakaz elədin? Bilmirəm də. Ha. Sizdən yaşlan onlar. Kardeşke pendik suları. Halaldır sənə. 1 manat məndən qazandın. Nə Burger. chicken burger. Sən də 1 manat məndən qazandın. İndi 2 manat birini özünə, birini Əsata ver zəhmət olmaz. Aşkım ben Soruşdum 3 2 1 də saydım. Sən hələ ağzını ayırmışdın, ora bura baxırdın. Göstərəcəm indi. 1, 2, 4. Deməli mən nə sifariş vermişəm arkadaşlar? Mən nə sifariş vermişəm? Gördün. Hə, toyuqla getik göbələk soslu ilə. Göbələk soslu ilə. Gəlin sizə Metro Parkdakı Cafe City'ni kimlər görməyibsə, gəlin sizə buranı göstərim. Burada mənim ən sevdiyim köşə, baxın buradır. Hamam xalatlarını və s. daha doğrusu spa xalatlarını və s. düzüblər, çox qəşəng ortam yaradıblar. Biz həmişə gələndə burada otururuq. İzləyicilərimizə burada olanlar var da spa partilər. Doğrudan. Aha, bizim burada spa partilərimiz var idi. Spa partilərimiz. Daha sonra burada üz rəngləmə masamız var, face art masamız. Burada müştərilər var, olan hissələri göstərə bilmirəm. Baxın, belə oturmaq üçün çox ciciş minnoş yerlər var. Daha sonra burada da ad günü fonu var. Elə bildiniz, yoxdur. Qoqqu var. Baxın, burada neçə izləyicilərimizin doğum gününü, şamlarını üfürmüşük, alqışlarını eləmişik. Ah, xatirələr. Burada belə bir şirin unicornumuz var. Daha sonra nə göstərim sizə? Dondurmalar görüm gəlib, yay gəlib, əslində gəlməlidir. Gəlib, arkadaşlar, bir şey deyim sizə, çox xahiş edirəm. Cafe City'də əyləşməsəz belə, gəlin bir dəfə buranın dondurmalarının dadına baxın, xüsusilə bunun dadına. Bayılacaqsınız da, yəni, ciddi deyirəm. Yəni, bayılmayan olsa direktdən mənə yazsın, deməyim, sonra hamı yazacaq ki, bayılmadım. Bayılan olsa yazsın mənə direktdə ki, çox xoşumuza gəldi. Həqiqətən sənin məsləhətindən bəyəndik. İzləyici pauzası. Bir izləyicimiz daha gəldi. Çəkin bizi. Allah saxlasın. Sağ ol, gözəl qız. Evet. Daha sonra burada uşaqlar üçün maraqlı abur-cuburlar qoymuşam. Bunun dadını bilirəm. Bunun da dadını bilirəm. Bunun dadını bilmirəm. Bunu bilirəm. Bunu bilirəm arkadaşlar. Belə. Bu arada həqiqətən buranın dondurmalarının dadı çox qəşəngdir. Bir dəfə yoxlayın. Neçə vaxt ürəyimdən keçir. İndi Cafe City'nin bulvarda, Dəniz Molda səhv eləmirəmsə, yarmarkası açılıb. Yarmarkada stendi açılıb. Orada gedib yeyəcəm buranın bu dondurmalarından. Bizi oradan dondurma alırsan, eşitdin məni? Yeməyimizi yeyək, gedək şirniyyatlarımızı orada yeməyə. Arkasına pişliğime bak.
Zeydin üzünü bağlayıb. Heç mənim yadımdan çıxmışdı. Bu arada arkadaşlar, zarafat bir qıra, Zeydin üzünü həqiqətən göstərməyi düşünürük artıq Şəhriyarla birlikdə. Çünki 2 ayımızı tamamlayırıq. O da necə göstərəcəm? Hər an ani hansısa bir videoda, yəni gizlətməyəcəm də, hər an hansısa bir videoda üzü düşə bilər. Necə? Hə? Ya yarım saniyelik belə isə videonun ortalarında bir yerə qoysan. Yəni videoya yeni bir üz yanınca edəcək reklam. Gəl sabah elə eləyək. Reklam kimi onu kim tutsa, durub videonun tezləşdirməyə qoymayacaqlar da. Çünki o tezləşdirmədə etəcək. Onu elə məcburdular. Sabah vlogumuzun içindən 0.8 saniyə Zeydin üzünü qoyacağam. Gizlətmirəm də, yəni paylaşırım. Normal videoda da göstərəcəyik. Birbaşa özünü çəkməsəydə, videolarda bir yerlərdə, yəni düşdü bəxtə-bəxt. Kim o kadrı tuttu söhbəti, gəl sabah tapmaca kimi qoyaq. Ondan sonraki bütün videolarda da belə danışanda, misal üçün 5-yi gizlətməyəcəm, düşəcək yüzü. Yəni artıq qərarımız budur, belədir. Bir dəfə lopla çəkməyəcəyik. Ya hər an bu videoda da göstərə bilərəm. Yəni beynim qızada bilər. Ay Allah, indi bunun beyni qızacaq, mənə bir şapalaq edişdirəcək. Hadsından ölürəm, kameramı bağlayıram çünki enerjim bitdi. Bu arada düzdür, TikTok'da açacağım, açılımını TikTok'da eləyəcəm. Amma bir saniyə. Ucundan qulağından nə sipariş verdiyimə baxaq da. Çünki özümün nə sipariş verdiyimi özüm unutmuşam, inansız. Mənim tez-tez parfum aldığım, hətta anama da, uşaqlarıma da buradan parfum hədiyyə elədiyim yer. Deməli bir dənə bundan sipariş vermişəm. Bunun oxunuşunu bilmirəm, amma yazılışı Manjeradır. Bunu dəhşətli dərəcədə çox görürdüm TikTok'da falan. Ona görə dedim sifariş verim, qoxusuna mən də baxım. Çox adamın əlində görmüşəm. Bu qalsın, bunu sonra göstərərəm. İndi buna da baxaq. Burada Jimmy Choo olmalıdır, yanlış xatırlamıramsa Jimmy Choo'nun parfümünü sifariş eləmişəm. Bir saniyə. Mən qırmızı rəngini zakaz eləmişdim, amma bu səhifənin belə deyim, sahibi mənim rəfiqəm sayılır. Tanışıq. O mənim qırmızı qutuda Jimmy Choo sifariş eləmişdim. O qara qutuda olanını qoyub və deyib ki, bunu çox bəyənəcək və adım kimi əmin idim. Ona görə bunun qalıcılığı və vanil qoxusu daha basqın olduğu üçün bunu qoydum. Birlikdə TikTok'da açıb fikrimi bildirəcəm. Hələlik qaytarıram qutusuna. İndi biri də budur. Bir saniyə. Deməli, mən sən ad gündə hədiyyə almamışdım. Sən də səsini çıxartmadın, çox sağ ol. Almamışdım, çünki gecikmişdi hədiyyəm. Hədiyyən buradadır. Gözləri doldu. Hədiyyəm buradadır, sənin üçün orijinal, bunu vurğulamalıyım, orijinal Bad Boy parfüm almışam. Bədbəxt parfüm? Bad Boy. Carolina Herrera, bizim kabluklar var ha, kablukduqlar. Mən o kablo geyinib kablok geyinib. Yox, onun kişi formasını sənə almışam. Bad boy mahnısı da olur. Bəli, aç. Ver aşkım, ağlayır. Dünün reportdadır. Aç. Yox, qoy izləyicilər görsün, bizə nədir? Sənə demişəm. Çıxart dayı onda. Söydürəcək. Sosi ver, sosi. Gör nə gözəldir. Şimşək formasında. Göstər izləyicilərə, gözdən ətər vurulduğunu bilmir. Mən bilmirəm. Allahın fakiri. Ya Allah. Uşağım ağlayır, tez elə. Tez elə. Şükür. Necədir qoxusu? Ağlam. De Quran and olsun. Bəyənməsən sözü üz vurardın sən. Gələ. Vur Nadirə də vur sən Allah. O gün bir dənə izləyici məni saxlayıb deyir, Nadirə belə eləməyin, yazıqdır. Baxım qoxusuna bir saniyə. Ay, çox qəşəngdir, iyi. Hiss elə özümü reklamlarda. Gəldim. Evet, ciyəri açlar, biraz ağlamaqdan bir şey olum. Bəyəndin aşkım. Videonu da bəyəndin. İzləyicilərə ver, bir də göstərim. Yaxşı görmədilər. Mənim üçün əsas olardı. Haycan. Gözdə gəldim. Bir saniyə. Yox, eyni duxudur. Uşaqlar, baxın belə şimşək formasında. Siz də öz yoldaşınız üçün, sevgiliniz üçün, qardaşınız üçün almaq istəsəz,
parfüm story səhifəsindən ala bilərsiniz. Bulaşdırmaları da qəşəngdir. Mənim arkadaşımındır. Xeyrimiz dəysin. Arkadaşlar, deməli, yəni şu an birinin bizi çəkməsi üçün tam zamanıdır da. Çıxartmışam sürpriz yumurtanı qutudan. Əsad mənə şantaj edir ki, mən evdə olmayanda birdən Zeydin üzünü çəkib göstərərsən, nə edərəm dedi? Nə edərəm dedi? Nəsə gözünü oyaram gibi bir şey eşitdim. Tamam patron, eləməyəcəm. Sən söz verirəm. And içə bilmərəm, birdən dadı göstərərəm. Salamat ol. Bir 2 dənə. Mən bacım gələ. Yazacaqlar ki, niyə saldın? Mən kolum. Sosini ağzıva sonra uşağa verdir. Nə edeyim? Elə billə mənim qarnımdan çıxıb deyim, məndən heç bir ziyan gəlməz ona. Belə inandırmışam özümü. Arkadaşlar, siparişlərin bir kısmı gəldi. Misal üçün Əsnatın pendir çubuğu gəldi. Bu arada çox dadlıdır, çox qəşəng uzandı. Belə dişlədik TikTok videosunda nə boydan uzandı pendir. Üzümü qara çıxartma, qəşəng. Rabişgilin də yeməkləri gəlib. Rabişin klap sendviçi, Məryəmin Sezar burgeri, Şəhriyarın chicken burgeri, Nadirin yeməyi qalıb, bir də mənim yeməyim qalıb. Bizdə hər pişmə yeməyi idi ona görə. Xörək kimi idi ona görə. Arkadaşlar, mən görməyəcəm sizi. Nuş olsun. Necə mərdim azarlıq eləyim? Məryəm burgerindən bir dənə dişləyim. Amma on burgerindən də düşə bilərsən. Çox acam. TikTok'da sayfamda bir dənə buraya girişim. Arkadaşlar, Məryəmin burgerini dişlədim, qoyuram yerinə. Bir dəqiqə, cinayət alətlərini gizlədə bilməsin, mən eləmişəm, Əsnatın boynuna atacam. Sən də atanın boynuna, Yo, mən deyəcəm o Yaxşı, yaxşı, qoy gəlsinlər. Mənim yeməyim gəldi. Deməli, püre, göbələk soslu langet sipariş vermişəm. Salatımın maraqlılığına baxın. Burada şey var, portağal var, çilek var, turşu xiyar, kələm falan. Çox maraqlı bir şey gətiriblər. Acından ölürük, biz getdik yemək yeməyə. Hətta siftəni bir dənə eləyim. Can, necə oyun? Gel böyle. Taşıma kızı içimizde getir. Orada. Aşkım, acından ölləmə. Mən taşkent makasla oyun oynasam var. Acından burada ürəyim gedər. Ciddi deyirəm. Bir an salatın. Abi çiçekli aşağıda kesme. Salatın dadına baxın. Rabia. Mük. Zeytun da var içində. Arkadaşlar söylediğim bilmiyorum. Hər getdik bizim iş olsun. Aslan mı? Əsas sizin dalınızca gəlmişdi. Necə yəni? Al. Sen sabahlasın bizden gelmeyin. Elə pis yerdə oturmuşsunuz ki, sizi göydən çəkirəm. Sen sabahlasın bizim yanımıza gelmeyin. Sən ben necə bildin burgerin dişlənib? Gördüm de burada diş izi var. Ata dişləyib. Dişlesin. Zarafat eləmə, Əsnat dişləyib. Qışqırtma eləyir sizə. Allah'ım dostum ya aslanı. Uzaqbaşı tualetə gedib axtarmağa. Yalıntı an geçin geldi. Allaha and olsun, sizin dalınızca gəldi, Qurana and olsun. Niyə itir axı? Uşaq yolunu bilir də. Gedin tualetdədir 100%. Gətirin, sizin dalınızca getdi tualetə. Haradaydınız? Məryəmin şəkillərini çək. Aşağıya şək çəkdirməyə getmişdiniz. Mən siz, bu Allah belanızı verməsin, yazıq sizə. Çox ayıb olsun. Nəyə baxıram? Mən siz getmişsiniz şəkil çəkdirməyə. Bundan sonra mən də sizsiz Əsnadı götürəcəm, gedəcəm ürəyim istəyən yerə. Deməli, arkadaşlar, yedik, içdik. İndi buradan şeye gedirik, yarmarkaya gedirik. Cafe Lafşit'in yarmarkasına. Amma sizin üçün videonu çox gecə salmamaq üçün burada sonlandırıram. Sabahki videoda yarmarkada nələr elədik, nə yedik, nə içdik, haranı gəzdik, hamısını sizə göstərəcəm. Bir də dediyim mövzu ilə bağlı şeydir, yarışma. Paltar yarışması izləyicilər. Sandviç, üstünə də su iç. Ben sabah zeytinisini göstereyim. Göstərməyə. Senden başkasına da inanma. Ölərim sən üçün Məryəm, o gözəl səsini korlama. Nəysə, videonu burada sonlandırıram. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Küsmə. Küstüm. Ben barışmayacağım. Göstərsəm küsərsən, hələ küsmə, yaxşı? Tamam. Sen benden gizlice gösterirsin. Bilemezsin. Aşkım, səndən gizlincəni çəksək belə, axşam paylaşanda videonu sən yenə yanımızda olacaqsan da, aşkım. Hemen bakıyorum video.
paylaşandan sonra görəsən də. Dərsdə belirləmə. Allah beni kahretsin o zaman. Getdik biz. Uşaqlar, fikrimi dəyişdirdim. Dedim də hər an videoda Zeydin üzünü göstərə bilərəm. Hazırsınızsa videonun sonunda sizə sürpriz olaraq Zeydin üzü getdik. 3, 2, 1. Oyadaq bəlkə bunu dəli eləyək. Ya da oyatmayıb. Burada bizim başımıza için oyununu açaq. Bir dənə gözü açacağım, at gözü bir də görsün bəbə. Deyil işte. Ay bəbə. Göz... Elə bebləsi yaxşıdır. Yaxşı, gələn dəfə göz açıq. Narahat eləmə uşağı. Yaxşı, yaxşı. Bağışla, qələt elədik, bağışla.